Sən bugünkü gün Xırdalan bazarında 66 min manata kupçalı həyətdə maşın daxil olan şəxsi istifadə üçün tikilmiş ev tapa bilməzsən. Amma qardaşın sənin üçün tapdı, gətirdi, çıxartdı ortaya. Gəl Orxan. Evin belə bir geniş həyəti var, otaqları isə çox genişdir. Şəxsi istifadə üçün tikilib qoşadaşla inşa olunub, sənəd kupçadır, kupçası hazır əldədir. Əsas ana yol, prospekt yola cəmi cümlətanı 100 metr məsafədə. Yaxınlığında 7 saylı, 8 saylı məktəb. Bax göstər, qəşəng bir dənə evimiz satışa çıxıb bir yerdən kürsülü, tam təmirli, çox təcili olaraq satılmalıdır. Gəl. Sadəcə işıqların hal-hazırda quraşdırmayıb da iş gedir çöldə. Daxil oluruq geniş bir dənə dəhlizi. Girən kimi mənim sağımda hamam sanuzi. İndi dəhliz rəyicimiz. Gəl bura Orxan, gəl. Dəhlizin tam olaraq göstər. Bu hissədə hələ davam edir bunun dəhliz sistemi. İndi mənim izləyicilərim, baxın bir dənə özünüz qiymət verin. Evin zalına baxın. Özünün müstəqil pəncərəsi öz həyətinə doğru baxır. Geniş zalı var. Yəni 66 min manata həqiqətən də belə bir ev tapmaq bugünkü gün yəni qeyri-mümkündür. Bir dənə yataq otağı, bu da genişdir. Bir dənə ikinci yataq otağı da burada. Onda ölçülər genişdir. Mətbəxdir. Bu da genişdir. Qəşəng səliqəli. Mebel yığmaq üçün yerdir. Burada Orxan, bunu göstər. Bax, üstünə çıxmaq üçün yerdir. Çorlu poldur, steqlavatıdır, bütün nə lazımsa hamısı işlər görülüb. Xırdalan şəhərində yerləşir. Afrak yaşayış kompleksinə yaxın bir məsafədə. Amma prospekt yolunun kənarıdır. Bunu deyim əvvəldən. 66 min manatdır. Yəni sən düşünərsən ki, böyük bir endirim olacaq. Burada yox. Bəlkə də 100, 200, 300 ev yərsinə bir şirinlik olar. Amma yəni böyük endirim olmayacaq. Sağ olun, salamat qalın. Gəlin baxın. Sənədli sübut deyə vaxtlarsa 66 minə həyətinə maşınlar. Sağ olun.